Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Bugün sizlərlə 2026-cı ildə İbtidai sinif müəllimləri üzrə sertifikasiya imtahanında Respublika birincisi olmuş Günel Həsənli müəllimədir və onun FES Akademiyadakı müəllimləridir. Xoş gəlmisən Günel müəllimə. Biraz türkçə sevirdim burada. Mən nitqim nədir? Gülməsəniz mənim gedirdi, verilişimiz. Getdi bir də. Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Bugün sizlərlə bərabər sertifikasiya 2026 İbtidai sinif üzrə Respublika birincisi olmuş Günel Həsənli müəllimədir və onun FES Akademiyadakı müəllimləridir. Xoş gəlmisiniz Günel müəllimə. Sağ olun, xoş gördük hər birinizə. Xoş günümüzə gələsiniz hər zaman. Danışanda mikrofona da danışın zəhmət. Sən mikrofonu əlində tut, yaxşı. Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Bugün sizlərlə sertifikasiya 2026 İbtidai imtahanda Respublika birincisi olmuş Günel Həsənli müəllimə və onun FES Akademiyadakı müəllimləridir. Xoş gəlmisiniz Günel müəllimə. Çox sağ olun, xoş gördük hər birinizi. Bugünkü verilişimiz istəyirik biraz səmimi olsun və bu verilişdə bizi izləyən həm MİQ müdavimlərimiz var, həm sertifikasiya müdavimlərimiz və bəzən MİQ-də uğur qazanmışı çağırırdıq. MİQ-lər yararlarında sertifikasiyalar ki, ay müəllim bizdə başqa cürdür, biz necə uğur qazanaq. Sertifikasiya müəllimimizi çağırırdıq, MİQ-lər giləyləndi. Bugün isə nöqtə atış eləmişik. Günel müəlliməni çağırmışıq. Çünki Günel müəllimə 2022-ci ildə MİQ üzrə 91,25 bal toplayaraq, özdə 4-cü kursu bitirərək, altını cızırıq bunun və həmin il hətta çalışırdı, yəni əlavə bir işdə işləyə və bu uğuru qazanıb, yəni zəhmətkeş bir müdavimlərimizdəndir. Üstəgəl də 2026-cı ildə, yəni 3 il tamamında 60 baldan 59 bal toplayaraq Respublika birincisi olmuşdur. Verilişimizin bütün cümlələrini dediyimə görə digər müəllimlərimizə heç nə qalmadı, amma yenə də bir maraqlı veriliş olsun deyə sözü verəcəm Fidan müəlliməyə. Buyurun Fidan müəllimə, siz nə demək istəyirsiniz? Sonra da Günel müəlliməni işləyəcəyik. Bəli, bir neçə cümlə ilə Günel müəllimi təqdim etmək istəyirəm. Yəni elə müdavimlərdən idi ki bizim üçün. Yəni suallara dərinliyə getmirdi. Suallardan xüsusi problem axtarmırdı. Hətta İsaməddin müəllimin sözünə qüvvət, eyni ildə həm tələbə idi, həm işləyirdi, həm də oxuyurdu. Yəni bunun üçü bir arada hər müdavim bacarmaz, amma maşallah bizim Günel müəllimimiz bunu bacardı. Bəli, təbrik edirik bir daha Günel müəlliməni. Gülnar müəllimə də eşitmək istəyirik. Bəli, biz ixtisas müəllimləri olaraq Günel müəllim haqqında fikirlərimizi bildirdik. Görək kurikulumda vəziyyət necədir? Günel müəllim, deyərdim ki, metodikaya görə yüksək bal yığa bilmərəm və yaxud da metodika balımı kəsir deyən müdavimlərə bir örnək müəllimimizdir. MİQ imtahanında 2022-ci ildə 91 bal, amma 2026-cı ildə isə 59 bal yığaraq Respublika birincisi oldu. Mən də öz növbəmdə Günel müəlliməni təbrik edirəm. Bəli, 2022-də 91,25-i də var. 0,25 haqqına girməyə Günel müəllimənin. Və bugünkü verilişimiz Günel müəllimənin həyat və yaradıcılığı deyil. Sırf müdavimlərə dəstək olsun deyə biz uğur qazanmış. Yəni bir var sözdə deyək ki, elə müdavimlər olub, həm işləyiblər, həm oxuyublar, həm filan. Bir də var ki, Günel müəllimənin özü, yəni bu uğuru qazanır və müdavimlər, bizi izləyən 4-cü kurslar var, sertifikasiya hazırlaşanlar var, işləyə çalışa MİQ hazırlaşanlar var. Hamınıza bir videoda dəstək olmaq istəyirik ki, bəli, yəni bunu istəyən insanlar bacara bilir. Günel müəllimə, siz də öz fəaliyyətiniz haqqında bildirə bilərsiniz. 4-cü kursda necə idi hazırlaşmaq, sonra 3 il işlədiniz və sertifikasiya imtahanı, qısaca bir həyat hekayənizi bizə bölüşə bilərsiniz. Mən əvvəlcə sizlərin hər birinizə çox təşəkkür edirəm. Bu xoş sözləri eşitməyimə çox şad oldum. Düzdür, çətindir, ancaq gözünüzü qorxutmayın. Siz hər şeyi bacararsınız, əziz müdavimlər. Əgər FES-i seçmisinizsə, deməli uğur sizinlədir. Mən də çox şad oldum ki, sizləri tanıdım və sizinlə bu yola çıxdığıma görə çox ən yaxşı, ən uğurlu seçimimdir. Nə yaxşı ki varsınız. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirik. Məsələn, 4-cü kursda həm işləyib, həm oxuyub, həm də MİQ-ə hazırlaşmaq. Yəni yəqin ki, çox yorucudur və vaxt cəhətdən də bölmək çətin olur. Bunu necə bacardıq? Yəni bunun öhdəsindən necə gəldik? Yəni neçə saat dərs oxuyurdun, necə bölürdün vaxtını? Bu haqqda bir qısaca məlumat verə bilsən bizə, çox gözəl olar. 4-cü kursda biz hətta günorta növbəsi olduğumuz üçün günümüzün çoxunu universitetdə itirirdik. Ancaq buna baxmayaraq çatdırırdım hər şeyi, sizin verdiyiniz tapşırıqları da yazırdım vaxtında. Oxumağa da vaxt qalırdı. Yəni sizinlə çalışmaq həqiqətən çox uğurlu seçimdir. Yəni nə yaxşı ki siz də əziz müdavimlər, siz də nə yaxşı ki FES-i seçmisiniz. Hər şeyi çatdırırıq. Sizlərin qısa izahlarınızla, qısa videolarla, qızıl qaydalarla. Çox sağ olun. Nə yaxşı ki varsınız. Hətta səhv etmirəmsə o vaxtı dövlət imtahanı da var idi, diplom üçün imtahan da var idi. Onu belə keçib maşallah, sonradan yığışdırdılar.
Bəli. Yığışdırılıb sözünü deməyin. Bizim müdavimlər başa düşür. Bəli. Həqiqətən də insan istəyəndə hər şeyi bacara bilir. Bu o deməkdir ki, baxın, Günel müəllimə çalışqanlığı ilə bu işin öhdəsindən gəlib. Təbii ki, insana savad da lazım olur, bilik də lazım olur. Amma deyək ki, bu imtahanda uğur qazanmaq üçün qeyri-adi wunderkindlərə hər kəsdən seçilən bir insan yox, sadəcə əzmkar və çalışmaq lazımdır və düşünürük ki, siz də, yəni öz üzərinizdə işləyərək, təbii ki, Günel müəllimə tipində bizim müdavimlərimiz də var, sessiyalara dəvət edəcəyik, amma bir videoda istədik həm miqlərə, həm sertifikasiyaya dəstək ola. Bəs sertifikasiya imtahanına hazırlaşanda da bu il səfərimizdə birinci siniflərin var idi sənin. Yəni, birinci siniflər ən xoşbəxt siniflərdir. Buradan valideynləri izləyir deyə onlara xüsusi salamımızı çatdırırıq və birinci siniflər həqiqətən biraz çətin olur şagirdlərin öyrəşməsi. Bununla bərabər sən bizim dərslərə qoşularaq sertifikasiya imtahanına hazırlaşdın. Bu haqqda da bir məlumat verərsən ki, necə oldu il boyunca məktəbdən gəlib dərs oxumağa, yəni vaxt qalırdımı, qalmırdımı? Bu haqqda da bir məlumat bizə verərsən. Düzdür, biraz çətin oldu. Çünki birinci sinifin məktəbə alışmağı var. Onların biraz dərs proqramı da ağırdı, dərs yükü ağırdı. Müəllimlərin üzərinə çox iş düşür. Ancaq buna baxmayaraq hər şey üçün vaxt qalır. Yəni insan planlaşdıranda hər şeyə vaxt ayıra bilir. Dərslərə də baxırdım, canlılara qoşulurdum. Demək olar buraxdığım dərs olmayıb. Olubsa da çox az. Direktorunuz baxır, ciddi danışın. Deməli, Günel müəllimənin əsas belə deyək, xüsusiyyəti burada oldu ki, o zəhmətkeşdir və çalışqandır. Təbii ki, yenə deyirəm, biz əlimizdən gələn qədər FES Akademi olaraq dəstək olmağa çalışırıq bütün müdavimlərə. Bu videonu təkcə reklam xarakterli çəkmirik. Bizi izləyən özü azlaşan müdavimlər də var və yaxud da başqa yerdə azlaşan müdavimlər də var. Burada niyyət odur ki, özünüzə inanın, güvənin və bilin ki, sizi siz eləyən öz əzmkarlığınızdır. Təbii ki, biz əlimizdən gələn eləmişik, saatlarla canlı dərslərimiz, səhər canlısı, günorta, axşam fərqi yoxdur. Dərslərimizi vaxtı-vaxtına keçməyə çalışmışıq və bir demişiksə 10 eləməyə çalışmışıq. Bu bizim öz əziyyətimiz, bu da bizim zəhmətimizdir və bizim zəhmətimizin bəhrəsidir. Amma sırf siz özünüzlə bağlı bir həyatda uğur qazanmaq istəyirsinizsə, İlk növbədə özünüzə güvənin. Öz güvəniniz olandan sonra, yəni sizə kim dərs keçməyinə asılı olmayaraq siz o uğuru qazana bilərsiniz. Təbii ki, məsuliyyətli bu işi bilən və proqram çərçivəyə uyğun olan testləri, sualları işləməklə siz də inşallah Allahın köməyi ilə istədiyiniz nəticəyə çatmış olarsınız. Belə, son olaraq Fidan müəllimə ürək sözlərinizi müdavimlərimizə bildirin. Müdavimlərə bildirmək istəyirəm ki, qətiyyən qorxmayın. Yəni siz sadəcə bunu bilin ki, nə qədər çox aktiv olsanız, nə qədər çox vaxtı bölməyə, necə bölüm, nə edim desəz, o qədər daha çox məqsədə çatarsınız. Nəinki pasiv rejimlə bu gün oxuyaram, sabah oxuyaram, onsa bu gün də boşam, 3 gün sonra da boşalaram deyirsinizsə, inanın ki, ömür boyu elə boş olmuş olacaqsınız. Ondansa elə məqsədli, əzmkar olmaqla istəyinizə, niyyətinizə çatmış olasınız. Bəli, Gülnar müəllim, siz də işləyiş son olaraq kurikulum bizim müdavimlərimizin sevimli fənnidir və istəyirik ki, siz də onlara öz ürək sözlərinizi bildirəsiniz. Aha, mən də son olaraq demək istəyirəm ki, əgər 50% müəllimin üzərinə düşürsə, 50% də burada tələbənin üzərinə düşür. Ona görə də hər biriniz aktiv şəkildə, əzmli şəkildə hazırlaşmağa davam edin. Bəli, çox təşəkkür edirəm və burada bir məqamı çatdırmaq istəyirəm ki, məsələn, ixtisasdan biz əlbəttə əlimizdən gələnləri hər kəs çalışır, amma həqiqətən kurikulumdan nəticə göstərmək bu biraz çətin məsələdir. Çünki yəni bunu Gülnar müəlliməyə təşəkkür edirəm buradan xüsusi olaraq. Tək Gülnar müəllimə deyil, FES Akademi bütün müəllimlər əziyyət çəkiblər. Sadəcə indi Günel müəllimə, Gülnar müəllimənin müdavimi olub. Həqiqətən də bəzən müdavimlər ixtisasla kurikulumu müqayisə etmək istəyirlər ki, filan şey belə oldu. Yəni özü də biz ki, ölkədə test bazası olsun, sual hazırlamaq olsun və s. Yəni bu ixtisasla müqayisə olunacaq bir fən deyil. Yəni bu fəndə bacardığımız qədər, yəni əlimizdən gələni eləməyə çalışırıq ki, müdavimlərimiz yüksək nəticə qazansınlar və inşallah ki də uğurlu olar və yüksək nəticə əldə etmiş olarlar. Buna görə xüsusi təşəkkür edirik. Bir daha Günel müəllimə sənə uğurlar arzulayırıq. Təşəkkür edirik ki, bura qədər gəldin və bundan sonraki həyat fəaliyyətində, yəni sevinirik ki, ölkəmizin sənin kimi savadlı müəllimləri, müdavimləri var. Şagirdlərin çox şanslıdır ki, sənin kimi savadlı müəllimləri var və onları sevərək, onlara, yəni əsl müəllimin kim olduğunu göstərmək lazımdır ki, onlar da gələcəkdə böyüyəndə səni idealları kimi görsünlər ki, bizim Günel müəlliməmiz var idi və biz onun dərslərinə qoşulmuşduq, bizi ibtidai sinifdə o dərs keçib və gələcək həyatlarında da onlara, vətənimizə, dövlətimizə xeyirli bir övlad kimi yetişməklərinə dəstək olmuş olasan. Belə əjdahalarımız inşallah siz də bu videonun rəy bölməsinə özünüzdən imtahandan neçə bal gözləyirsiniz bunu yazın və inşallah ki imtahandan sonra həmin rəyinizin altına gəlib yazarsınız ki, mən artıq bu balı toplamış oldum. Sağ olun, inşallah növbəti videolarda görüşərik. Hələllük.